Əgər cücə işi ilə məşğulsansa, maya yemini cəmi cümlədən 64 qəpiyə hazırlamaq istəyirsənsə, onda bu videonu izlə ki, daha çox qazanc əldə edə biləsən. Selamun aleyküm əziz izləyicilərim. Bugünkü mövzumuz biz proqram şəklində yemlənməni sizlərə inşallah Allahın izi ilə öyrətmək kimi planımız var və bunu necə əldə edəcəksiniz və yemlər necə olacaq, bunun haqqında qısaca məlumat verəcəm inşallah Allahın izi ilə. Təsərrüfatçıların ən böyük problemi yemdən qaynaqlanır. Biz isə bunu tam şəkildə Allahın izi ilə inşallah sizə təqdim edəcəyik. Paket şəklində olacaq. Paketdə nələr var? Qısaca onu deyək inşallah. Özümü də təqdim edeyim. Fərid Xanbatov, zootexnikam, heyvanların xüsusi yemlənməsinə cavabdeh şəxsən inşallah Allahın izi ilə. Yemlənmə rasionları 3 ədəd yem rasionu veriləcək. Bura nə aiddir? Maya yemi, böyütmə yemi və bitirmə yemi aiddir. Bundan sonra baxım şəraiti necə olmalıdır? İlk gündən düz axırıncı günə kimi nələrə diqqət yetirməlisiniz? Onun haqqında da məlumat veriləcək və müalicəsi hansı antibiotiklərdən, hansı vitaminlərdən istifadə olunmalıdır? O haqda məlumatınız olacaq inşallah və cüzələriniz də tam-tamına əgər ROS 308 ilə məşğul, yəni broilerlə məşğul olacaqsınızsa, burada inşallah 40-cı, 45-ci gündə sərbəst satış eləyə biləcəksiniz. Burada ağır çəkilərdən söhbət edir. Yüngül çəkilərdə isə daha tez satış əldə olunacaq. Serebistlərdir, lider 55-dir, 45 gündə satışlar tam-tamına serebistlərdə olacaq. Bu haqda isə belə deyək, məndən 058 91 35 35 nömrəsindən əlaqə saxlayanda siz hansı vəziyyətdə cücəni satmaq istəyirsiniz, ona uyğun isə paketdə deyiləcək ki, siz nələrə eləmək lazımdır inşallah Allahın izi ilə. Maya yeminiz bizim hətta gedib almaq şərti ilə, yem dükanlarından almaq şərti ilə 64 qəpiyə əmələ gəlir. Yox, bunu topdan satışla həll edəcəksinizsə, yeminizin qiyməti inşallah Allahın izi ilə 60 qəpiyə kimi düşə bilir inşallah. Sonra böyütmə yeminə gəldikdə, böyütmə yemi bizə 54 qəpiyə başa gələcək. Burada isə biz 20% proteinli yemlə, birinci maya yemimiz isə 22% proteinli yem olacaq. Bitirmə yemi isə 56 qəpiyə gələcək. Bəli, siz bəlkə də şokdasınız, amma bunlar hamısı reallıqdır. Bu rasionları siz əldə eləməlisiniz. Sonradan cücələrin gətirilməsində ən böyük problemlər 2 gün ac qalır, 1 gün ac qalır. Bunlar hamısı fərziyyələrdir, əzizlərim. Cücəni kimlə məşğul olursunuz, yaxud da ki, hardan yem alırsınız, alın, fərqi yoxdur. İnkubatorçuda bilmirik biz hansı cücənin saat neçədə çıxıbdır. Ona görə mütləqli şəkildə əgər cücəniz səhər məsəl üçün zakaz veribsinizsə, səhər saat 8-də, cücəniz də gəlib misal üçün, mən Bakıdan zakaz edirəm, Gəncəyə gəlməsi haradasa saat 7-yə, 8-ə kimi gəlib çatır. Bu vaxta kimi cücə az qalır, tamam, gəlir. Biz içərinin temperaturunu nisbətdə birazdan aşağı qoyuruq. Çünki çöldən gətirəcəyimizə görə birdən-birə istiyə sala bilmərik və həmən cücənin gətirilən zamanı temperatur yuxarı qalxır, hansı dərəcəyə kimi 33-34 dərəcəyə kimi temperaturu saxlayırıq və bu bir həftə ərzində belə davam edir və cüzəni gətirdiyiniz zamanı mütləqli şəkildə tək şəkərlə mayalandırmayın, mütləqli şəkildə antibiotikdən istifadə olunmalıdır. Bunlar hamısı sizə inşallah Allahın izi ilə paket şəklində veriləcək və cücə gətirilən zamanı 2 saatdan sonra yaxud 1 saatdan sonra isə biz mayalandıra bilərik. Mayalandırandan sonra isə 2 saatdan sonra
biz qabaqlarına yemi sərbəst şəkildə verməliyik. Maya yemini əsasən toz şəklində olur və içərini havalandırılması mütləqli şəkildə olmalıdır. Atdıqlar quru şəkildə olmalıdır və bunlar cücə işi ilə məşğul olanlar əlbəttə ki bilirlər və hər günün özünün müalicə, yəni iş tempində vitaminlər, antibiotiklərdən necə istifadə olunmalıdır, onlar sizə deyiləcək və kəsimə 10 gün qala bütün antibiotiklər yığışdırılır. Çünki ətdə göyərmə bir çox prosedurlar verə bilir. Hətta bəzi insanlarda allerjik funksiyaya malikdirsə zəhərlənmə belə ola bilər. Bunu biz riskini gözə almırıq və buna görə də mütləqli şəkildə biz yemdən, antibiotikdən istifadə etmirik. Və burada rasionda tam-tamına nə rasionda belə deyək, balıq unundan, sümük unundan istifadə olunmur. Tam bitkilərdən hazırlanmış bir yem olacaq və burada bizim üstünlüyümüz nədən ibarət olacaq? Ətin keyfiyyəti, dadı çox üstün olacaq. İnşallah Allahın izni ilə və super şəkildə də cücələriniz tam şəkildə böyüyüb bizə nəticə verəcək. Bu paketi necə əldə edə bilərsiniz? Ümumilikdə paketin qiyməti 100 manatdır. 100 manatın içərisində biz qatqıdan əlbəttə ki, yemin içərisində premix olmalıdır. Bu premixdən istifadə edəcəyik. Pango premixidir. Bu həm toyuqlar üçün, həm cücələr üçün, həm dana üçün çox effektiv bir nəticə verilir. İçərisində amino asidlər probiyotiklə zəngindir. Alman məhsuludur və yemin içərisinə qatılacaq. İnşallah Allahın izi ilə proqramı bizdən aldığınız zamanı bundan sizə 3 ədəd, yəni 3 kilo göndəriləcək və 3 kilonun içərisində isə göndəriləndən 100 manat ödəniş olunur. Biz sizə kart və kimliyimizi atırıq, ödəniş olunur. Hansı rayona çatdırılacaqsa ora göndərilir. 05891 35 35 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. İnşallah Allahın izi ilə və burada müalicə, yem rasionu, baxım şəraiti və sizin premixləriniz göndəriləcək. Cəmi cümlədən 100 manat ödəniş eləyəcəksiniz və düz axıra kimi, kəsimə gedənə kimi inşallah Allahın izi ilə mən sizinlə əlaqədə olacağam. Cücələrin baxılma şəraitidir, yemlənməsidir, hər cürə nə ki Allah uzaq eləsin, təki problemimiz olmasın, amma gedişlərin hər birini sizə izah olunacaq 100 manatın içərisində. Kim əlaqə saxlamaq istəyirsə 05891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilər, xahiş edirəm. Yəni kim istəyirsə, tam professional şəkildə məşğul olmaq istəyirsə, buyurub müraciət edə bilər. Yoxsa orada yorumlarda ağzınıza gələni yazmayın. Birinci özünüzə hörmət edin. İkincisi isə bir balaca müasirliyə doğru gedin və zootexnik nədir? Bunları araşdırın ki, siz təsərrüfatda ən çox zootexnika ehtiyacınız var ki, nəinki baytara. İzlədiyin üçün təşəkkürlər. Əgər nəticə görmək istəyirsənsə, mütləqli şəkildə kim olur olsun zootexniklə mütləq işlə.